Absurdizm fəlsəfəsində belə bir şey var. İnsan əgər həyatında məna görmürsə, Tanrıya inanmırsa, niyə intihar eləmir? Bax, adam Allaha inanmır, gələcəyə heç bir ümidi yoxdur və öləndən sonra fikirləşir ki, bu torpağa məhv olub gedəcək. Ancaq adam intihar eləmir. Niyə? Onu yaşadan nədir? Onu yaşadan ümiddir. Ancaq hansı ümiddir? O egzistensial ümiddir. O ruhun dərinliyinə, fitrətə qoyulmuş ümiddir. Və o ümid buna deyir ki, yaxşı olacaq, yaxşı olacaq, sabah yaxşı olacaq. Alt qatlarıdır. Və bu alt qatdan gələn ümidin obyekti bəlli deyil. Psixolojide bəllidir. Mail müəllim mənim dostumdur, universitetdə mənə yaxşı vəzifə verəcək, maaşımı qaldıracaq. Bu ümidimin əsaslı kökü var və obyekti də bəllidir, nəyə ümid eləyirəm. Bu bizim dərinliyimizdən gələn ümidin obyekti bəlli deyil. Mən bilmirəm nəyə ümid eləyirəm. Ancaq yenə də ümid eləyirəm və yaşayıram. Məsələn, Freudun özü bu mövzunu həll eləyə bilmirdi və alternativ izahlar vermək istəyir ki, bir insan bilir ki, öləndən sonra məhv olub gedəcək, həyatında mənası yoxdur, ölümündə mənası yoxdur, bu niyə intihar eləmir? Hər anda bilir ki, ölə bilər, ancaq yaşayır. Bu kitabda Həkim və Ruh, Viktor Emil Frankl deyir ki, mən həyata məna ilə baxıram, ancaq Freud öz dostuna bir məktubda yazır, əgər bir insan həyatın mənası barəsində düşünürsə, o deyir, axmaqdır. O prizmadan ancaq bu məsələni həll eləyə bilmir. Bu insan nəyə ümid eləyir? O, bu bizim fitrətimizə qoyulmuş bir ümiddir. Fitrətdə də adı, maraqlı mövzudur. Bunu da nə qədər aparmaq olardı.